Sual 1. 30 dərəcə temperatura malik 15 kub metr havanın 10 dərəcə soyuması nəticəsində 6 qram, 20 dərəcə temperatura malik 4 kub metr havanın 10 dərəcə soyuması nəticəsində 15 qram su buxarı ayrılmışdır. Birinci və ikinci halda havanın soyumasına qədər nisbi rütubətliliyin müvafiq olaraq neçə faiz olduğunu müəyyən edin. Bizdən nisbi rütubətliliyi soruşur. Demək belə, 30 dərəcə temperaturda bilirik ki, 30 qram su buxarı, 30 qram, 10 dərəcə düşəndə 20 dərəcə olub, 20 dərəcədə isə 17 qram su buxarı olub vardır. Bizdə 15 kub metr havanı istəyir. 15 kub metr. 15 kub metrdə olmalıdır. Vururuq 30-a. Eləyir 450 qram olmalıdır. 30 dərəcə temperaturda. Daha sonra 17 qramda isə vururuq 15-i 17-yə. Eləyir 255 qram. Soyması nəticəsində isə 6 qram su buxarı ayrılır. Demək bu soymamışdan qabaq nə qədər imiş? 261 qram imiş. 261 qram. İndi 450-miz bizim 15 kub metr hava 30 dərəcə temperaturda 450 qram imiş. 450 qramımız 100%. 100%. 100%. 261 qramımız isə 200%. 261 qram 200%. Buradan x-i tapırıq ki 58%. Daha sonra ikinci hala baxaq. İkinci halda 20 dərəcə temperatura malik 4 kub metr havada. Yenə eyni qaydada 20-də 17 10 dərəcə soyuması nəticəsində 10 dərəcə soyuyubsa 10 dərəcə olub, 10 dərəcədə isə 9 qram. Bizə verilən 4 kub metr, 4 kub metri bir dəfə vururuq 17-yə 68 qram. 4 kub metri yenə vururuq 9-a 36 qram. Davam edək. Deyir, soyuması nəticəsində 15 qram su buxarı ayrılıb. Soymamışdan qabaq demək neçə imiş? Üzərinə gəlirik 15-i. Edir 51 qram. Soymamışdan qabaq 51 qram imiş. Yenə eyni qaydada 68-miz 100%. 51-miz isə 200%. Buradan x-i tapırıq ki 75%. 75%. Cavabımız C variantı. Keçək ikinci suala. Uzunluğu 4 metr. 4 metr. Sonra eni 3 metr. Hündürlüyü isə 3 metr. Olan otağın temperaturu 20 dərəcə. Nisbi rütubətliyi 65% olan otağın temperaturu 30 dərəcəyə qədər yüksəltsək, otaqdakı havanın mütləq rütubətliyi nə qədər olar? Bunu tapırıq ki, otağın həcmi 36 kub metrdir. 36 kub metr. Daha sonra temperatur 20 dərəcədir. 20 dərəcədə 17 qram su buxarı vardır. 65%-imiz verilib. Yazırıq x%. 20 dərəcədə 17 qram su buxarı olur. 100%-imiz isə 17 qramdır. Buradan tapırıq ki, x-imiz 11 %5 edir. Daha sonra temperatur 30 dərəcəyə qədər yüksəltsək. Yüksəldəndə mütləq rütubət dəyişmir, nisbi rütubət dəyişir. Dəyişmədiyinə görə eyni qaydada 11 %5-i 11 %5-i vururuq ümumi otağın həcminə. Bu da edir 297,8 qram. Cavab A variantı.